Fərid bəy, tələbə qanunvericiliyə necə hazırlaşmalıdır ki, daha yüksək nəticə əldə edə bilsin? Mən bu sualın cavabına kompleks tədbirlər olaraq başlamaq istəyirəm. Kompleks tədbirlər nədir? Mən sizə izah edəcəm. Tələbə ilk öncə dərsi yüksək səviyyədə oxumalıdır. Təbii ki, standart bir qayda. Mahiyyətini bilməlidir. Soruşsaq ki, mahiyyət nədir? Hamı deyir ki, bütün tələbələr mahiyyət nədir? Mahiyyətin dərsi ilə bağlı mənim digər videom, çarxım var. Ona baxıb öyrənə bilərsiniz. Tələbə dərsi öyrənməlidir. Dərsi öyrənib bitirdikdən sonra konspektlər olmalıdır. Dərsin çətin yerləri ilə bağlı. Daha doğrusu konspekt mövzusuna da gəlim. Tələbənin, namizədin 2 konspekti olmalıdır. Biri müəllimin hazırladığı konspekt, biri də özünün şəxsi konspekti. Şəxsi konspekt nəyə lazımdır, ona gələcəm. Dərsləri oxuyub öyrəndikdən sonra başlamalıdır təbii ki, test işləməyə. Testi işləyəndə hansı yerlərdə səhv görürsə, hansı yerlərdə səhv edirsə, çaşırsa, həmin yerləri götürüb özünün şəxsi konspektinə qeyd etməlidir və onu əzbərləməlidir. Və o testi 2-3 saat sonra yenidən işləməlidir. Ta ona qədər ki, səhvsiz işləyənə qədər. Ki, artıq o dərsin materialı onun şuur altına hopsun və həmçinin gün ərzində dərsi özünə danışmalıdır, uca səslə. Mən bu periodu atlatdım. Ən birinci dərsi özünə uca səslə danışmalıdır. Yəni, özü eşidəcək dərəcədə dərsi özünə danışmalıdır. Və danışdıqda yenə ola bilir ki, hər hansısa bir yer bizim yadımızdan çıxır, xatirimizdən çıxır, deyə bilmirik, deyirik. Dərhal açıb kitabı baxsın, o yer hansıdır, yenidən onu özünün şəxsi konspektinə qeyd etsin. Və həmçinin metroda gedəndə, maşın sürürsə, maşında musiqiyə qulaq asmaq yerinə dərsin video rekordlarını qoyub onları dinləsin və yaxud da metroda gedirsə, naushniklə dərslərin video rekordlarını dinləsin və s. və s. Yəni kompleks, heç bir bəhanə vermədən oxumaqla biz yüksək nəticə göstərə bilərik.